Salam, sınaq 3-də 28 nömrəli suala baxırıq. 3 üstü a bərabərdir 16 olarsa, bizdən 3 üstü a böl 2 üstəgəl 2 ifadəsinin qiymətini soruşur. 3 üstü a böl 2 üstəgəl 2-ni belə yaza bilərik. 3 üstü a böl 2 vurulsun 3 üstü 2 bərabərdir. 3 üstü a böl 2 də kökün altında 3 üstü a deməkdir. Yəni, belə deyək, 2 üstü n böl n nəyə bərabərdir? Kök altda n-ci dərəcədən 2 üstü m-ə bərabərdir. Bu düstura əsasən yaza bilərik ki, 3 üstü a böl 2 də kökün altında 3 üstü a deməkdir. Vurulsun 3-ün kvadratı da 9. Buradan davam edirik. Kökün altında 3 üstü a-nın yerinə yazırıq 16. Kök altda 16 vurulsun 9. Kök altda 16 4. 4'ü 9'a vuranda olacaq cavab 36.